Hər vaxtınız xeyir olsun. Kanalımın dəyərli xanımları. Yenə sizin istəkləri nəzərə alaraq bir günümü vlog halına gətirmişəm. Amma bu vlogun digər vloglardan fərqi ondadır ki, bu vlogda anamgilə də getmişəm və yenidən bir qəlbi sevindirməyi bacarmışam. Getməmişdən öncə gecədən qaynatdığım ətdən sos bişirmək istədim ki, evə gələndə yemək olsun. Mən yemək bişirib harasa gedəndə çox rahat oluram ki, evdə yemək var. Əgər yemək bişirib getməsəm, narahat oluram ki, evə gedəndə uşaqlar nə yeyəcək. Sırf bu səbəbdən çalışıram ki, hara gedirəmsə gedim, evdə yemək olsun. Bugünkü yemək də sousdur. Sousu həm uşağa verə bilirəm, həm də ki, qızım xoşlayır. Bunu da deyim ki, xanımlar, mən bu yeməyə kök əlavə etmişəm və sarımsaq da. Çox yaxşı bilirəm ki, sousa kök də qatmırlar, sarımsaq da. Amma bu yeməyi uşaqlar yeyir deyənə çalışıram ki, tərəvəzi bol olsun ki, onlara xeyir olsun. Düşünə bilərsiniz ki, köklə dadı qaçar, amma tam əksinə əla olur.
xanımlar, yeməyim də bişdi, artıq hazırlaşa bilərik getmək üçün. Baxın qızlar, İmonla bu kadrı mən çəkmişəm bundan öncəki vlogumun arxasıca. Yadınızdadırsa sizə demişdim ki, işimi yekunlaşdırandan sonra qızımın otağında bəzi əşyalar var ki, onları yığışdırıb verəcəm ehtiyacı olana. Elə bu kadrı da həmən gün çəkmişəm. Sadəcə olaraq bu vloqa əlavə etdim ki, gedişat ardıcıl olsun. Demək xanımlar, bu göstərdiklərimin hamısını qoyuram ehtiyacı olan ailə üçün. Mən bunları istifadə eləmirəm, amma gördüyünüz kimi yenidirlər. Heç bir dəfə də olsa istifadə etməmişəm. Düşündüm ki, bundan sonra da istifadə edən deyiləm. Evdə qalmasınlar, kimsə bundan yararlana bilər. Və xanımlar, digər əşyaları da sizə göstərib sonra aparıram ki, bunu bir çox xanım məndən istəmişdi ki, nə verəcəmsə onu sizin üçün də çəkim. Bu isə xanımlar qapının qarşısına qoymaq üçün balaca daroşka kimi, bilmirəm adı nə gedir. Bunu Temudan mənim bacım sifariş vermişdi. Bir dəfə də olsa istifadə etməyib, mənə vermişdi, mən də istifadə eləməmişəm, bunu da qoyuram ehtiyacı olan ailə üçün. Və xanımlar, burada keçirəm iqruşkalara. Yadınızdadırsa, mən yeni ildə xeyli iqruşka yığıb vermişdim ehtiyaclı ailəyə. Xanımlar, bunu bilirsiniz niyə edirəm? Bəlkə də düşünəcəksiniz ki, uşağın iqruşkasıdır, sən aparıb verirsən başqa uşağa. Bu arada bunu qeyd etmək istəyirəm ki, iqruşkaların arasında sarı smalik var. Onu Tamerlan qoymadı verməyə, amma bu vlogda verirəmmiş kimi görsənir. Maşında onu götürdü, vermədi. Bunu buradan deməyə özümə borc bildim. Çünki bunu nə vaxtsa Tamerlanın əlində görərsiniz, düşünərsiniz ki, bizə də demişdi ki, vermişəm. Demək xanımlar, keçid alıram bayaqki sözümə. İqruşkaları verməkdə səbəbim odur ki, əvvəllər mən hara gedirdimsə, uşaqlar üçün iqruşka alırdım. Adi bir çörək almağa getsəm belə əlimdə iqruşka olmamış evə gəlmirdim. Mən bunu niyə edirdim? Düşünürdüm ki, qoy uşaq heç nəyə möhtac olmasın. Kiminsə iqruşkasında gözü qalmasın. Qoy hər şey olsun, gözü tox olsun. Amma sən demə, mən çox-çox yanılmışam. Nə qədər böyük səhvə yol verdiyimi yeni dərk eləmişəm. Belə ki, xanımlar, mənim uşaqlarım elə bir iqruşka yox idi ki, o bizim evimizdə olmasın. Desəm ki, bu gördükləriniz heç nədir, bəlkə buna inanmazsınız. Bütün kravatların altı, evdə qutu-qutu iqruşkalar, şifanerlərin üzəri, ağla gələ biləcək hər yerə iqruşka yığmışdım. O qədər çox idi ki, yığıb yığışdıra bilmirdim. Və Tamerlandan sonra bunu dərk eləmişəm ki, mən çalışmışam ki, uşaqları gözü tox böyüdüm, amma tam əksinə heç nədən razı qalmayan uşaqlar etmişəm. Yəni ki, xanımlar, qısacası mən aldıqca onlar istəyib ki, mən daha çoxunu alım. Son vaxtlarda bunu lap çox müşahidə etdim ki, əgər mən balaca iqruşka alaramsa, uşaqları qane edə bilmirəm. Əgər bugün böyük maşın almışamsa, gələn dəfə ondan da böyüyünü almalıyam. Və xanımlar, gələk mənim belə etməyimin əsas səbəbinə. Deməli, mən iqruşkanı alıram, uşaqlara verirəm. Uşaqlar bununla yalnız 5 dəqiqə oynayır və atırlar kənara. Mən uşaqları yalnız 5 dəqiqə sevindirə bilirəm. Və bu mənim son vaxtlar heç xoşuma gəlmirdi. Tez-tez qızıma da deyirdim ki, əlinizdə olanın qiymətini bilmirsiniz. Halbuki bu iqruşkalara çox ehtiyacı olan ailələr var. Qızımın icazəsini də alaraq onun iqruşkalarının bir çoxunu yığdım və onun razılığı ilə aparıb verəcəm iqruşkası heç olmayan birinə. Hətta onu da deyim ki, xanımlar, mən bunları yığan zaman qızım da öz topunu verdi mənə ki, apar bunu da mənim adımdan ver. Çünki evdə onların 2 dənə topu var idi. Əlbəttə ki, bu da məni çox sevindirdi. Mənim dediklərimi qızım xoş qarşılamışdı. Bunları etməyimdə ən başlıca səbəb odur ki, birinci növbədə əlindəkilərin qiymətini bilsinlər və arzu etməyi bacarsınlar, həqiqətən istəməyi bacarsınlar, istədiklərini əldə etmək üçün çaba göstərməyi bacarsınlar. Burada demək istədiyim nədir? Bizim uşaqlıq vaxtlarımızda heç kəs bizə iqruşka almazdı. Əgər əlimizdə bir iqruşka var idisə, onu o qədər qoruyub saxlayırdıq ki, hətta mənim yadımdadır ki, mənim bir dənə Barbie kuklam var idi. O kuklanı da o qədər arzulamışdım ki, nəhayət ki, bir gün anam onu mənə almışdı. Və xanımlar, mən o kuklaya bilirsiniz nə qədər paltar tikirdim. Gecə-gündüz kukla ilə oynayırdım. Amma hətta indi Leylanın özü boyda danışan kuklası var idi. Leyla o kuklanın üzünə belə baxmırdı. Bu səbəbdən o kuklanı da ehtiyacı olan ailəyə vermişdim. Demirəm ki, bundan sonra iqruşka almaram. Alaram. Amma ürəyimi möhkəmlədib gözləyəcəm ki, həqiqətən
gələndə o istəklərini arzulayırlar, arzularına çatmaq üçün çaba göstərirlər. Mən də o zaman kömək edib istədiyini alaram. Bilirsiniz xanımlar, mən hər gün Leylaya pul verirəm. Məktəbə getdiyi üçün ona yemək pulu verirəm. Ona izah etmişəm ki, sən bu pula yemək alıb kiçik bir qismini də kənara atsan, istədiyin nəsə olsa onun üçün pul toplasan, kiçik bir məbləğ belə yığıb mənə vermiş olsan, istədiyin əşya böyük belə olsa, mən sənin pulun üzərini düzəldib o əşyanı sənə alacam. Yetər ki, sən onun üçün çaba göstər ki, aldığın əşyanın qiymətini biləsən. Bilirsiniz xanımlar, bunu niyə deyirəm? Mən Leylada müşahidə etmişəm ki, əgər öz topladığı pulu ilə kiçik bir iqruşka belə almış olsa, onu elə qoruyub saxlayır ki, heç kəs ona əl dəyməsin. Sırf o gündən sonra bu nəticəni özümdə çıxartmışam. Və xanımlar, gördüyünüz kimi evdən çıxmışam, getmişik oba marketə. Buradan gedəcəyim ailə üçün biraz produkt alıram. Uşaq autizmlidir və əgər şokolad yeməsə evdə hər yeri dağıdır. Çox gözəl də qızdır, şirniyyat üçün də ürəyi gedir. Bilirdim ki, məktəb yoxdur, obada sakitçilikdir. Gəldim ki, tez bazar alış-veriş edim, gedim Hövsana. Əsas məqsədim uşaq üçün şirniyyat almaq idi, amma başqa produktlar da aldım, çünki həqiqətən də ehtiyac var. Əslində kartoşka soğanı başqa yerdən almaq istəyirdim, amma Tamerlanı maşında uzun müddət saxlamaq mümkün olmadığına görə dedim ki, elə kartoşka soğanı da buradan alaq, bir dəfəlik gedim. Əslində ürəyim istəyirdi ki, ət də alım, amma gördüm ki, sonra özüm çatdıra bilməyəcəm. Düşündüm ki, əti də gələn dəfə alaram. Xanımlar, maşın o qədər dolu idi ki, aldıqlarımı və evdən götürdüklərimi hara gəldi qoymuşdum. Ayaqaltı da doluydu, sidyenka da bagajda. Bir təhər yerləşdirdim, sonra bir dəfəlik elə getdik Hövsana. Gördüyünüz kimi anamgilə də çatdıq. Gedən kimi də gördüm ki, bacım bizə qurudulmuş marojna alıb. Bu çox viral olub, amma ki, nə yalan deyim, mən buna 35 manat vermərəm. Dadlıydımı desəm 35 manatlıq yox, hardasa 5 manata olsaydı deyərdim ki, puluna görə gedər. Və xanımlar, biraz uzun-uzun bayıra baxdım. Əvvəllər bizə qonaqlar gələndə hər zaman deyirdilər ki, sizin evin panoraması çox gözəldir. Heç vaxt bunu başa düşmürdüm. Həmişə düşünürdüm ki, bunlar nə danışır? Adi bir panoramadır da. Amma Məşdağaya gəlib yaşayandan sonra mənim böyüdüyüm evin panoramasının çox-çox gözəl olduğunu sonradan dərk eləmişəm. Bizim balkonun hansı tərəfinə çıxırsan çıx, orada dəniz var. Aşağıda kafelər var. Yayda hətta canlı musiqi
fərqli olur. Əlavətən havasının təmizliyi nəyə desən dəyər. Mən indi yaşadığım yeri əsla pisləmirəm. Bunu yanlış anlamayın. Əlavətən də həyət evi üçün ürəyim gedir. Amma bunu bina evində panorama dənizə olanlar yaxşı bilər ki, balkonda dayanıb dənizə baxa-baxa çay içməyin başqa yeri var. Burada da ki, xanımlar, bacım bizim üçün nagets eləmişdi, kartoşka qızartmışdı. Yeməyimizi yeyəndən sonra, bir dənə də kofe içəndən sonra gedəcəm qonşuya. Həm yemək yeyirdik, həm söhbət edirdik. Anam da işdə idi, təəssüflər olsun ki, onu görə bilmədim. Elə burada da çox oturmadıq, biraz Mino ilə oynayıb, sonra getdik evə. Və xanımlar, burada sizə sumkanı göstərmək istəyirəm. Bunu mənə bacım alıb. Desəm də alma yenə alır. Köhnə izləyicilərim artıq bunu bilir ki, mənim sumkam çoxdur və buna ehtiyacım yoxdur. Bunu bacıma nə qədər desəm də xeyri yoxdur. Özü üçün alanda çox vaxt mənim üçün də alır. Sumkanın öz kaşlyoku var, amma bu balaca da ayrı kaşlyokdur. Onu da əlavətən alıb. Bilirsiniz xanımlar, mənim qardirobumda rozov rəng demək olar ki, çox nadir 1-2 dənə tapılar. Zaman ya qara, ya koriçnevi, ya boz rəng bunlara üstünlük verirəm. Əlvan rəngli paltarları çox geyinə bilmirəm. Geyinərəm, o da evdə. Bayra isə rəngarəng 1 ya 2 dənə paltarım ola ya da olmaz. Yadıma gələn odur ki, bir dənə yaşıl rəngdə şalvarım var. Başqa rəngli heç nəyi xatırlamıram. Bəlkə də var, mən unutmuşam. Ne deməyim odur ki, rəngli paltarları çox geyinmirəm. Bunu bacıma nə qədər desəm də yenə alır, mənə fikir vermir. Deyir ki, çox pasiv rənglər geyinirsən, indi o rəngləri heç kim geyinmir. Bilirsiniz xanımlar, niyə əlvan rəngləri geyinə bilmirəm? Çünki belə rənglər diqqət çəkir. Onsuz da mən real həyatda utancaq biriyəm. Əlavətən diqqət çəkən geyimlər giyinsəm, mən elə düşünərəm ki, hər kəs mənə baxır. Bu məndən asılı deyil, mənim düşüncəm budur. Geyinmirəm də desəm yalan olar, geyinirəm. Amma çox nadir hallarda. Məsələn, bir yaşıl və bir rozov şalvarım var. Mən onu 1-2 dəfə, o da deyəsən Moskvada olanda giymişəm. Bu gözəlliyi də görürsüz də xanımlar. Necə şirindir, necə minnoşdur, necə nazlıdır, necə də dünya gözəlidir. Kaş bunların tükü tökülməyəydi, mən də saxlayaydım. Artıq bunu dəfələrlə demişəm. Deyəcəksiniz ki, eyni şeyi 100 dəfə demisən. Amma inanın ki, o qədər təmiz, o qədər gözəl qoxu gəlir ki ondan. Bacım onu xüsusi şampunlarla çimizdirir, xüsusi ətirlər vurur. Heyvandan heyvan qoxusu gəlmir, lavanta qoxusu gəlir. Həqiqətən də hər dəfə deyirəm ki, heyvanı saxlayan mənim bacım kimi saxlayar. Bu pişik ayda bir dəfə baytardadır. Qulaq dərmanı, göz dərmanı, patikları üçün dərman, tükləri üçün dərman. Haçan bacıma görüntülü zəng eləsəm pişiyi dərmanlayır. Bu pişiyi nələr yeyir, nələr. Hələ görməmişəm ki, ona evdə yediyi yeməklərdən versinlər. Bacım dönə-dönə də tapşırır ki, nə badə yediyinizdən ona verəsiz. Onun öz yeməkləri var, hətta çipsisinə kimi var. Hərdən bacıma deyirəm ki, insan istəyir ki, sənin pişiyin olsun. O qədər yüksək səviyyədə bu pişiyə baxır ki, hətta evə qonaq gələndə narahat olur ki, birdən pişiyi kimsə narahat edər. Əgər evdə olmasa, işə gedərsə, bəlkə 100 dəfə insana görüntülü yığır ki, pişiyimi göstərin. Pişiyə diqqətlə baxır ki, görsün kimsə onu incitməyib, kimsə xətrinə dəyməyib. Pişiyin özünü aparmağından artıq bacım bilir ki, pişik küsüb. Pişikləri mən də çox xoşlayıram. Hətta deyə bilərəm ki, elə pişik var ki, onları görəndə ürəyim gedir. Amma nə yalan deyim, bacım qədər aşırı deyiləm. Burada ki, xanımlar, bekarçılıq idi, dedim neyniyim. Düşündüm ki, bacımın əşyalarından sizi üçün çəkim. Tenləri, bujiteriyalar,
ayaqqabıları, aksesuarları, hamısı gözəl-gözəl aksesuarlardır. Amma mən nə yalan deyim, bujuteriyaya pul verməyə heç vaxt əlim gəlmir. Düşünürəm ki, bujuteriyalara pulu verməkdənsə üst-üstə qoyub yığaram, gedib qızıl alaram. Düzdür, indi qızıl uçurum dərəcəsində qiymətləri qalxıb, amma yenə də pul toplayıb qızıl almağın tərəfdarıyam. İnanın ki, mən birazdan bujuteriyaları sizə göstərəndə özünüz də görəcəksiniz ki, hamısı bahalı bujuteriyalardır. Bu ətri də yəqin bilirsiniz də xanımlar, qiyməti 500 manatdır, bunun da qiyməti 200 manatdır. Amma nə yalan deyim, mən 500 manatı duxuya verə bilmərəm. Düşünürəm ki, o 500 manatı duxuya verməkdənsə gedərəm uşağa pal-paltar alaram. Yəqin ki, bacım subay olduğuna görə bunları dərindən düşünmür. Bacımın aksesuarlarıdır. Bunlardan taxan xanımlar bilir ki, bunların qiyməti yüksəkdir. Çox gözəl görsənir, qadını şarımlı göstərir. Təəssüflər olsun ki, mən bunun birini qulağıma taxaramsa, bir saatın içində mənim qulağım yara edir. Buna görə də təəssüf ki, mən yalnız qızıl taxıram. Təsəvvür edin ki, xanımlar, bir bu qədəsi başqa şkafdadır. Hər dəfə deyirəm ki, bunlara pul verməkdənsə get qızıl al. O da mənimlə razılaşmır. Bütün subay qızlar kimi. Buradan subay qızlara səslənirəm. İndi subaysız, dərindən düşünə bilmirsiniz. Bu bujuteriyaları bahalı-bahalı almaqdansa gedin bir qızıl alın. Gələcəkdə də sizə böyük kömək olar. Düzdür, subay olan vaxtı mən də qızıl tərəfdarı olmamışam. Düşünürdüm ki, nəyə lazımdır ki, o qədər pulu verim ona. Evləndikdən sonra qızılın nə qədər dəyərli olduğunun fərqinə varmışam. Qızıl hər zaman qızıldır. Əgər indi almış olsan, 10 ildən sonra 2 qat qiymətinə sata bilərsən. Qızlar, bunları sırf bekarçılıqdan sizi üçün çəkirəm. Deyirəm ki, gənc qızlara bunlar maraqlıdır. Kosmetikalar, bujuteriyalar. Əvvəllər bunlar mənə də çox maraqlı idi. İndi sadəcə ehtiyac duyduğumda istifadə edirəm. Bacıma hər zaman deyirəm ki, bu qədər bujuteriyalara pul verməyi heç anlamıram. Amma kosmetik vasitə isə tam fərqlidir. Nə qədər keyfiyyətli olsa, bir o qədər yaxşıdır. Çünki üzümüz bizim ən önəmli yerimizdir. Onları ucuz vasitələrlə korlaya bilmərik. Bu yazığa da baxın da, xanımlar. Tamerlandan qorxub gizlənib burada. Mino hara getsə Tamerlan da düşür arxasıca. Axır ki, belə bir yer tapıb gizlənib. Bunu da mən tapdım, imkan vermədim ki, yazıq pişik gizlənsin. Və xanımlar, biraz pişiklə oynayandan sonra, biraz deyəndə ki, xeyli oynayandan sonra dediyim xanımı da çağırdım bizə gəlsin ki, birlikdə düşək aşağı, aldıqlarımı maşından götürməyə mənə kömək eləsin ki, çox ağır idi. Həm də o qədər əşyaları mən tək necə daşıyam. Köməyə həqiqətən də ehtiyacım var idi. Xanımlar, mən bunu yeni il vloqumda da sizə demişdim. Yeni qoşulanlar varsa, bilmirsə, indi də deyim. Xanımın yoldaşı onları atıb gedib Moskvaya. Gördüyünüz qız isə autizm xəstəsidir. Yəni ki, xanımlar, bu ailənin köməyə çox ehtiyacı var. Xanım yalnız, o da ki, bu ildən sosial yardım alır uşağa görə. O da ki, yalnız kirayənin puluna gedir. Xanım çox qürurlu xanımdır, eyni zamanda da zəhmətkeş xanımdır. 2 gül balasına özü tək baxır və bunun öncəki vloqlarda da dediyim kimi nə qədər çətin olduğunu yaxşı bilirəm. Bilirsiniz xanımlar, mənim də yoldaşım Moskvada işləyir, amma fərqi ondadır ki, ailəsinə çox yaxşı baxır. İşləyir, mənə qonorar göndərir və mən də sıxıntı çəkmədən yaşaya bilirəm. Amma buna maddi tərəfindən baxmasaq, keçək mənəvi tərəfinə. Mən də 2 uşağa baxıram və tək. Qətiyyən heç bir yerdən köməyim olmadan və bunun nə qədər çətin olduğunu bir mən bilirəm, bir Allah bilir. Olub ki, uşağın qızdırması anidən qalxıb və mən gecə 11-12-də apteklardan dərman axtarmışam. Buna görə də uşağa tək baxmağın çətinliyini
çox yaxşı bilirəm. Bu arada xanımlar, bu xanımın kartıdır. Əgər kim istəsə ona kömək edə bilər. Bir dəfə xanımla telefonla danışırdıq, o tərəfdə ağlayırdı, mən də bu yanda. Burada deyə bilmədiyim, açıqlaya bilmədiyim çox sıxıntıları var. Əgər sizə göstərdiyim kart hesabına 1 manat belə atmış olsaz, ən azından uşaqlar gecə tox yatar və siz də 2 uşağın qarnını doyurmuş olarsınız. Bunun savablarını deməyə yəqin ki, ehtiyac yoxdur. Bu da burada gizlənib, istəmir ki, evə gedək. Axır ki, xanımlar, biz də Hövsandan çıxdıq, gedirik evə. Mənə bura kimi baxdığınıza görə sizə çox təşəkkür edirəm. Əgər kanalıma abunə deyilsinizsə, kanala abunə olaraq məni çox sevindirərsiniz. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.